Dul gəlin. Ustad lazım değil. Hey, ne lazım değil? Ne lazım değil? Ustad, İndi sənlik halım yoxdur. Deyəsən atan səni yenə danlayıb, hə? O bu evdən çıxmamalıdır. Çıxsa mən məhv olacam. Hara gedirsən ata? Planını həyata keçirmək istəyirəm. Qumru yoxa çıxıb. Nə? Hara yoxa çıxıb? Niyə yoxa çıxıb? Sakitcə evdə otur. Axır vaxtlar həddini aşırsan. Axı mən sizə neynirəm xala? ustad, bu ne deməkdir? Məncə ikimiz də həbs olunacağıq. Sən nə danışırsan? Ağlın başındadır? Ay bacı, hər şey məhv oldu ya. Axı hansı başdan xarab belə eləyir? Hadi, karşımda dayanıp. Qumru hardasan axı? Bütün telegram qruplarına şəklini yerləşdirmişəm. Hətta yazmışam ki, onu tapana mükafat ediləcək. Hamilə olduğunu demişdi. Sənsə inanmadın. Bax, indi neyniyəcəksən? Həddini aşdın dostum. Bugün hər şey sona çatacaq. Əbrar niyə orada çılpaq dayanıb, ha? Gülsüm'den gördüğü işe göre cezasını çekir. Çox razı görünürsən. Nələr çəkdiyimi özüm yaxşı bilirəm, bacıcan. Hə, Yunis. Sən yenə nə planlaşdırmısan? Bunu siz daha yaxşı bilərsiniz. Mən sizin dediyinizi eləyirəm də. Axı başçı sizsiz. Yaxşı. Hə, onun vəziyyəti necədir? Elə də yaxşı deyil. Bu nə deməkdir? O depressiyadadır. Yaxşı, necə eləyəcəyik? Bundan sonra biz nə iş görəcəyik? Siz yaxşı bilirsiniz, bacı. Bu işi siz başlatmısınız. Mən sadəcə əmrləri yerinə yetirirəm. Nə desəz, artıqlaması ilə öhdəsindən gələcəm. Mənim indiyə kimi Sevərlə heç bir ədavətim yox idi. Sənin gördüyün işdə ədavətin olması vacib deyil, Yunis. Əsas odur, nəfsin güclü olsun. Bacı, bunu siz istədiniz də? Sizin dediyinizi elədim. Hə, yaxşı. Qorxaq olma. Hər nə olsa da biz bir qayıqdayıq. Bax, indi başqa məsələ. De görüm o səni tanıdı? Kim? Kim olacaq? Sevəri deyirəm. Hə, bacı. Baxıram, hələ gec deyil. Günəş çıxıb, hə? Necə tanımaya bilərdi axı? Əlbəttə ki, tanıdı. Onda Fərhadın gözünə görünmə. Fərhadı bildik. Onun gözünə görünməməyə çalışaram. Bəs Sevəri necə eləyəcəyik? Onu orada çox saxlaya bilməyəcəm axı. Sevər, cavan qız deyil. Ərindən boşanmış qadındır. Elə eləməlisən ki, hamı bu işin Sevərin istəyi ilə olduğunu fikirləşsin. Amma indiki vaxtda bu çox çətin məsələdir. Onda gözlə, biraz özünə gəlsin. Mən dedim axı, çox gözləyə bilmərəm, bacı. Yaxşı,
bir şey fikirləşərik. Məni evə apar. Qapını bağlayıb çıxmışdım. Fərhad evə gələ bilər. Ağlıma da gəlməzdi ki, belə asanlıqla həll eləyəcəksən. Afərin sənə. Nədir şöhrət? Elə bilirdin, mən heç nə eləyə bilməyəcəm? Mən həmişə bir çıxış yolu tapıram. Amma sən mənə bir can borclusan. Səni də bir dəfəlik böyük bir bəladan xilas elədim. Mənə çox sağ ol da deyə bilərdin. Sağ ol. Daha nə deyə bilərəm, dostum? Dəyməz. Manav, səni heç kabuslar narahat eləmir. Necə? Sən dəli olmusan? Bu nə sualdı mənə verirsən? Neçə nəfəri o biri dünyaya göndərmisən. Fikirləşirəm ki, o qurbanlar yuxuna girib heç səni narahat eləmir Manav, ha? Şöhrət, sən narahat olma. Hətta onlar da canlarını alacağımdan qorxub heç yuxuma belə gəlmirlər. Nəsə, ulduz haqda yaman çox fikirləşirəm Manav. O çox gözəl qadın idi, ha? Qamətli, gözəl üzlü, gözünü qırpmadan öldürdün. Şöhrət, sənə nə olub? Niyə birdən-birə belə söhbətlər eləyirsən? Heç, elə-belə, dostum. Heç, elə-belə deyirsən? Ha, elədir. Hara gedirsən? İndi gəlirəm. Çay gətirib gəlirəm. Dayan, mən gedirəm. Şöhrət. Əziyyət çəkmə, yaxşı? Sən hələ bir gözlə. Hələ Gülsümü, Dursun xanı necə öldürdüyüm haqda danışarıq. Nə qədər ki şübhələnməyib, bəlkə durum gedim. Bəs dəlillər az olsa necə? Şöhrət, tələsmə. Özü dedi ki, Dursun xanın ölümü haqda danışacağıq. Bu onu dəqiq həbs elətdirməyə kifayət edəcək. Biraz səbr eləsən, özü bütün sirlərini açıb danışacaq. Nə haqda fikirləşirsən? Aa, sən buradasan? Hə, səni müşahidə eləyirdim. Sən özünü qəribə aparırsan. Mən indi gəlirəm. Sən dəqiq ölümlə oynayırsan, Şöhrət. Cəfər, düzünü de. Bu işdə sənin əlin var?
başa düşmədim. Sən nə haqda danışırsan, bacıcan? Qumru haqqında. Nədir, dəli olmusan, ha? Mən öz sevdiyim qızı qaçıracağam. Nə dediyinə fikir ver. Cəfər, xəbərin var, bütün şəhərdə onu axtarırlar. Təsəvvür edirsən, hətta atam da boş oturmayıb. Tək atam yox. Elə mən də boş oturmuram. Fikirdən az qala dəli oluram. Cəfər, gözlərimin içinə bax. Bax. Görürəm, sən heç nəyin nəticəsini fikirləşmirsən. Səni xəbərdar eləyirəm. Əgər bu işdə sənin əlin olduğu aşkara çıxsa, onda dövlət atam kimi səni bağışlamayacaq. Bildin? Nə deyim, sən öz qardaşına inanmırsan, hı? Cəfər, atamı öz yalanlarına inandıra bilərsən. Amma məni heç vaxt. Çünki mən sənin ən yaxın adamınam. Bəsdir. Mən səni inandırmağa məcbur deyiləm. İnanmırsansa, özün bilərsən. Hiss eləyirəm. O nəsə planlaşdırıb. Mən buna əminəm. Amma bu nə ola bilər? Niyə birdən-birə ölənlər haqqında danışmağa başladı? Bu çox şübhəlidir. Mən çox ehtiyatlı olmalıyam. İndi hamı məni ayağımdan çəkməyə çalışır. Bunu bacarmayacaqsınız. Əgər bir hiylə fikirləşmisənsə, səni də aradan götürməyə məcbur olacağım, əziz dostum. Alo? Hə, Sabir, necəsən? Nə olub? Yunisi yaxın vaxtlarda görməmisən? Hə, evinə getmişdim. Dünən axşam harasa çıxıb gedib. Yox, əşi, zəng gedir, amma cavab vermir. Yaxşı, oldu. Bəs burada Yunisin günahı olmasa necə? Lap başımı itirdim.
Götür. Bu da telefonun. Busa məndə qalacaq. Xala, bu nə deməkdir? Belə daha yaxşı olar. Xala, niyə mənə inanmırsınız? Onsuz da burada heç kimi tanımıram. Elə məni də tanıyan yoxdur. Yoxsa Sevərə nəsə olub? Bura bax, ağılsız qız. Sən nə danışırsan? Yoxsa sən məni günahlandırırsan? Ağlın başındadır? Belə bir vəziyyətdə bu cür danışmağın artıqdır. Sabah biri gün polisdən hansısa biri bura gəlib çıxsa, şübhəli şəxs kimi məni göstərərsən. Yaxşılıq başa düşməyən nankor. Əxlaqsızın bir əxlaqsız. Əgər mən o vaxt sənə kömək eləməsəydim, sən indi küçələrdə qalmışdın. Bax onda bilərdin, əxlaqsızlıq yuvasında gün keçirmək nədir? Səndən qarşılaşdığım günə lənət olsun. Şöhrət, sən niyə özünə yer tapa bilmirsən? Dostum, hər şey yaxşıdır? Niyə eyni sualı təkrar verirsən? Məndə hər şey yaxşıdır. Bəsdir, daha bu sualı vermə. Hər şey yaxşıdır deyirsən. Amma sözlərində həyəcan hiss olunur. Bəsdir də. Sən Dursunxan haqqında danışma Nəf. Axı o yazıq nə günah eləmişdi ki, onu öldürdün? Bu biraz sərt sözlərdi. Öldürdün yox, aradan götürdün də deyə bilərdin. Hə, yaxşı, aradan götürdün. Üzün gülür, için qan ağlayır. De görüm, nə planlaşdırmısan? O nə sözdür? Ağlın başındadır. Səni yaxşı tanıyıram. Səni heç vaxt bu vəziyyətdə görməmişəm. Sənlə mübahisə eləmək istəmirəm. Mən gedirəm. Otur! Otur! Niyə gəlmişdin? Niyə gedirsən? Qəribə hərəkətlərin məndə şübhə oyatdı. Manav, səni heç başa düşmürəm mən. Uşaqlıqdan bir yerdə böyümüşük, dost olmuşuq. Mən yaxınlarımın xəyanətinə öyrəşmiş adamam. Həyat yoldaşım, işçimlə mənə xəyanət eləyirsə, dostumdan nə gözləyə bilərəm?
Sən nə hiylə planlaşdırmısan? Açıq aydın de. Ey, yaxşı, mən gedirəm. Otur. Otur, tələsmə. Mənsə bir sənin ciblərini axtaracam. Ey, bəs də oyunbazlıq elədin, manav. Deməli belə? Dostum, bıçağı aşağı sal. İki əlini də qaldır. Dedim, bıçağı aşağı sal. İki əlini də qaldır. Məndən zarafat eləmə. Yoxsa başını yerindən üzərəm. Əlini qaldırırsan yoxsa? Manav, xahiş edirəm. Bəsdir. Manav. Mən 3-ə qədər sayıram. Əllərini qaldırmasan, sənin boğazını üzəcəm. 1, 2... Bax, dayan. Bax. Hiss eləmişdim. Amma səndən bunu gözləmirdim. Nədir? Dilini uddun? Dedim axı, sənə nəsə olub. Nədir? Sən məni bu qədər axmaq hesab eləyirdin? Danış. Yoxsa doğrudan da dilini udmusan? Səni buna kim məcbur elədi? Polis işçiləri? Yoxsa bu sənin öz ağlına gəldi? Deməli danışmırsan, hə? Sənə neyniyim? Ver görüm, ver. Bu dəfə səni bağışlayıram. İndi əzab çəkirsən. Başa düşürəm. Amma gələn dəfə sənə rəhm eləməyəcəm. Məni burax, xahiş eləyirəm. Hər şeyi yaddan çıxaracağım. Heç kimə bir kəlmə də deməyəcəm. Yalvarıram, məni burax. Yaxşı. De görüm, Fərhad səndən dünən hara yoxa çıxmışdın soruşsa, nə cavab verəcəksən? Deyərəm, rəfiqəmgilə getmişdim. Niyə zəng eləyib xəbər vermədin desə necə? Telefonum evdə qalmışdı axı. Bəs niyə rəfiqənin telefonundan zəng eləyib heç nə demədin sualını versə? Deyərəm, telefon nömrəni əzbərdən bilmirdim. Bəs niyə öz nömrənə zəng eləmədin desə?
Yox, bu həqiqətə oxşamır. Desək ki, hamısını uydurmusan, onda dərhal məni satacaqsan. Yox, satmayacağam. Hə, yaxşı bilirəm. Sən məni həbsxanaya saldırmaq istəyirsən. Mənsə həbs olunmaq istəmirəm. İstəmirəm də. Lənətə gələsən, həbs olunmaq istəmirəm. Mənim qızım var. Adıma ləkə gəlsə, onda kim qızımla evlənəcək? Oğlum da var. Kim ona qız verəcək? Əri həbsə olunub deyə, küçədə kişilər arvadıma göz qoymağa başlayacaqlar. Bəs mən elə təzəcə yeni həyata başlayırdım. Amma sən hər şeyi məhv elədin. Ona görə də sənin günahının cəzasını oğlunla qızın ödəyəcək. Hey! Məni bağışla. Amma buna razı ola bilmərəm. Niyə bu işi görməzdən əvvəl bunları fikirləşmədin? Etiraf eləyim də, pulu olan nəfsim və şəhvətim ağlımı və vicdanımı əlimdən aldı. İndi geriyə yol yoxdur. Sən ölsən də, ölməsən də, cəza arasında elə də fərq olmayacaq. Hər ikisində də sonum çatacaq. Öldürsəm də 15 il, səni buraxandan sonra məndən şikayət eləsən də 15 il. İkisi də mənim axırıma çıxacaq. Amma özün fikirləş. Hansı daha yaxşıdır? Yaxşı, səni başa düşdüm. Heç kimə deməyəcəm. Heç kim bilməyəcək. Mən bu dünyada heç kimə inanmıram. Su istəsən deyərsən. Dayan! Məni burax! Əbrar, necəsən, üşümürsən? Hə, təəccübləndin? Bayaq şir kimi içəri girən Şöhrət, indi qorxa-qorxa çıxdı. Mən nəyə görə qorxmalıyam ki? Çünki sən xainsən. Öz dostuna xəyanət eləyən xainsən. Əsl xain sənsən. Sənə nə pislik elədim ki, mənə xain deyirsən, Manaf, hə? Ha, danış. Dost belə olar? Sən oğlunun elədiklərinə görə cavab verməliydin. Məsələ bundadır. Məni öldürəcəksən? Öldür! Öldür! Bir gün mütləq canını alacağım. Amma indi yox. Bunu yadından çıxartma. Mən xəyanəti heç vaxt bağışlamıram. Bunu yadından çıxartma. İncimə məndən. Bunu cavabsız qoya bilmərəm. Bir gün gələcək, mənim əllərimdə can verəcəksən Şöhrət. Vaxt gələcək. Mənsə həmin günü həsrətlə gözləyəcəm.
İndi əlində müdafiəsiz qalmışam. Niyə vaxt uzadırsan? Öldür canın qutarsın. Bunu məmnuniyyətlə eləyərdim. Amma axır vaxtlar ətrafımda çox söz-söhbət gəzir. Hər şey sakitləşsin, səni özüm tapacam. İndi isə rədd ol. Telefonum. Telefon yoxdur. Telefonunu sındırıb zibil yeşiyinə attım. Alçaq. Xurşid bəy, şöbədə işlər necə gedir? İşlər qaydasındadır, yaxşı gedir. Məncə işləri gücləndirməliyik. Axır vaxtlar zərərlə işləyirik. Yaxşı oldu, aydındır. Narahatlığa səbəb yoxdur. Bizim şöbədə hər şey qaydasındadır. Elə olsun. Gəlmək olar? Gəl Humayun. Siz gedə bilərsiniz. Oldu, çox sağ olun. Salam əleykum. Aleykümselam. Necəsən? Yaxşıyam. Səfərin yaxşı keçdi? Hə, yaxşı idi. Qumru haqqında eşitdim. Mən biraz əvvəl polisdən qayıtdım. Hər tərəfli axtarışlara başlanılıb. Bu necə baş verdi, hə? O necə qəfildən yoxa çıxdı axı? Onu dəqiq kimsə oğurlayıb. Kim? Bu kim ola bilər? Səbəb nədir, hə? Qumrunu sən lap əvvəldən tanıyırsan. Onun kimlənsə ədavəti olub? Şəhərə o yenicə gəlib. İnanmıram ki, onun düşməni olsun. Özü də ağır, təmkinli bir qızdır. Mən bilmirəm. Hə, yaxşı, narahat olma. İnşallah tapılar. Necə narahat olmayım? O aciz bir qızdır. Üstəlik də Bilirəm. Səni başa düşürəm. Sənin üçün çətindir. Özüm də çaşbaş qalmışam. Amma Humayun, onu da bil ki, oğru hər kimdirsə, bizdən uzaqda deyil. nəyə əsasən belə deyirsiniz? Çünki Qumru oğurlanmazdan əvvəl mənə zəng eləmişdi. Onun dediyinə görə mən onu gecə vaxtı idarəyə çağırmışam. Üstəlik dedi ki, onu götürmək üçün sürücü də göndərmişəm. Eşidirəm, davam eləyin. Mən həmin vaxt Qumruya tez evə qayıtmağını dedim. Amma güman ki, o bunu eləyə bilmədi. Cəfər, Yox, o deyil. bu dəqiq Cəfərin işidir, sizin oğlunuzun. Humayun, mən hər kəsə ədalətlə baxıram. Əmin ola bilərsən, bu Cəfərin işi deyil. İnan mənə. Onda bunu kim eləyib axı? Bu mənim üçün qaranlıqdır. Alo. Başa düşdüm. Yaxşı. Humayun,
İnşallah o tapılacaq. Çox ürəyinə salma. Özündən müğayət ol. Mənim işlərim var. Yaxşı. Qasım bəy, Hə, eşidirəm. xahiş eləyirəm. Mənə Qumrunun qaldığı evin xanımının nömrəsini verə bilərsiniz? Qardaş, sən Allah bəsdir. Özünə əzab vermə. Evə gəl. Biraz dincələrsən. Əvvəl axır tapılacaq da. Hə, yeri gəlmişkən bacı, bir pis xəbərim də var. Hə, danış görüm. Ulduz vəfat edib. Nə? Ay Allah, özün kömək ol. Bu necə olub? Onu öldürüblər bacı. Aman Allah. Bu qadın özü axırına çıxdı. Dəfn mərasimi harda olacaq? Atası evində. Səndən bir xahişim var. Onun dəfn mərasiminə get. Uşaqları gətir. Yaxşı? Yaxşı, oldu. Sən də gedəcəksən? Yox. Yaman pis oldu. Heç çörək də qalmayıb. Zibeydə! Ay Zibeydə! Buyur xala. Mağazaya get, çörək al. Çörəyi qutarıb. Sonra birlikdə çay içib, bir yerə gedib gələrik. Yaxşı. Get, çantamda pul var. Oldu. Sən necə kişisən? Biraz soyuq olan kimi titrəyirsən? Qamətini dik tut. Tez al. Oy, çox soyuqdur. Adamın əli donur. Əbrar, bura bax. Mən indi bu suyu sənin üstünə tökəcəm. Amma sən buna dözməlisən. Bax, buna hazır ol. Ustad, lazım deyil. Nə lazım olub, nə lazım olmadığını mənə öyrətmə. Necədir, hə? Səbirli ol, oğlum. Birazdan hər şey keçib gedəcək. Dözümlü ol, özünü ələ al. Alo. Polisdən zəng eləyiblər. Alo. Hə, mənəm Manaf bəy. Yaxşı, yaxşı. Qatil tapılsa da məni rahat buraxmırlar. Yaxşı, içəri gir. Tez ol!
Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub. Əgər ona nəsə olsa, mən səni öldürəcəm. Belə getsə o öləcək. Qulaq as. Başqa yolum yoxdur. Mən səni öldürməliyəm. Yox, xahiş edirəm, yox. Telefonunu ver, onun söhbətlərinə qulaq asaq. Manav hər şeyi bildi. Buradan qaçıb getsən, mən dəqiq məhv olaram. Ona görə də belə eləməyə məcbur oldum. Neyniyim, məndən incimə. Amma məncə evə baxanda Manav bəy yox, elə adi Manav da demək olar, hə? Cəfər, Düzünü desəm, ürəyimə yatan qız tapa bilmirəm. Amma sizi gördüm, ürəyim başqa cür döyündü. Belə sözlər danışmağa utanmırsınız? Bir qonşum var idi. Qumruya göz qoymuşdu. Yaxşı, o kimdir? Mənə göstərin. Gəlin biz elə eləyək ki, açdığınız dükanlarda yanğın olmasın ya da külək onları uçurtmasın. Niyyətin ciddidirsə, elçilərini göndərərsən. Hər şey həll olunar. Yaxşı. Xala, mən hələ razı olmamışam. Hə, Humayundur. Siz onu tanıyırsınız? Hə də, əlimizin altında işləyir. Əlbəttə tanıyacağıq. Bu oğlan Türkiyədə. Əgər onun bunun əlində gəzdiyini bilsə, onda fikrindən dönəcək. Özünü ələ al, sakitləş. Yerinə otur. Sən yerimdən durduğumu hardan bilirsən? Ay, siblə qalasan.